Qarabağ özü də finala çox hazırlıqsız gəlmişdi. Mənim gördüyüm ən bərbad Qarabağlardan biri idi. Çünki bax bunun səbəbləri müxtəlif ola bilər. Yəni aydın məsələdir ki, Qarabağ rəhbərliyi finala Sabah rəhbərliyi qədər mükafat verəsi deyildi. Aydın məsələdir ki, Qarabağın futbolçuları Sabahın futbolçuları qədər özlərini motivasiya eləyə bilməmişdilər finala. Çünki onların muzeyində saysız hesabsız o titullar var, o kuboklar var, o çempionluqlar var. Belə futbolçuların 8 kubok var. Belə oyunlarda özlərini kökləmək çətindir. Amma düzdür, bir tərəfdən Qarabağın oyunçuları ayrı-ayrı özlərinə təsəlli verə bilərdilər ki, indi Turan Tovuzu özü gedib 3-dəyə düşə bilməyibsə, niyə ümidini bizə bağlayır? Amma nə olursa olsun, istənilən liqada, istənilən çempionatda belə hallar baş verir. Bir komanda Avrokuboklara çempionat yolu ilə deyək ki, düşə bilməyəndə ümidini başqa komandaya bağlaya bilər kubok maçlarında və s. Belə hallar yəni dünyanın hər bir yerində baş verir. Və əminliklə deyə bilərik ki, Qurban Qurbanov Qarabağı finala hazırlaya bilməmişdi. Sanki çox rahat çıxmışdılar oyuna, sanki çox belə laqeydcəsinə, heç bir məsuliyyət hiss eləmədən, sanki məşq eləməyə çıxmışdılar. Və normalda bizim bildiyimiz, tanıdığımız bir Qarabağ var. Bu kubokun final maçıdır. Yəni mənim gözlədiyim odur ki, Qarabağ ilk dəqiqələrdən getdikcə o sürəti artıracaq, çox baş gizəlləndirici kombinasiyalar verəcək, aqressiv oyun tərzi seçəcək. Qarabağa qarşı demək olar bir çox komandalar elə qapanıb futbol oynayırlar və əksər hallarda Qarabağ o müdafiələri yarır. Bu dəfə çox yeknəsək, çox dişsiz, çox istəksiz oynayırlar da indi hərə bir şəkildə öz futbolunu oynayırdı. Kimdə necə bir epizod Kadidə alındı, getdi vurdu, əla bir qol oldu. Amma ümumən götürəndə, burada digər məqamlar var. Bilmirəm indi Qurban Qurbanov onu nə qədər gələcək planlar üçün doğruya səhv eləyib. Özü də açıqlamışdı ki, kubokun finalına 10-15 gün qalmış futbolçular bir həftəlik istirahətə buraxmışdı milli üzvlərini ki, çox yükləniblər. Bəziləri mental olaraq artıq belə deyək, cisimləri meydanda idi, ruhları artıq istirahətdə idi.